Salam, hər vaxtınız xeyir. Səsimə görə indidən üzr istəyirəm hamıdan. Xəstəyəm deyə biraz səsim belə gəlir. Deməli, siz indi bu vloqa baxırsınız. Siz bu vloqa baxanda uje hər günündən keçmiş olacaq və biz hər günə hazırlaşırıq. İnşallah. İnşallah və ilk başladığımız da həyətdir ki, biz həyətdə eləməyi düşünürük. Ona görə həyəti səliqəyə salırıq. İndi keçək həyətin əvvəlki halına, ondan sonra da sonraki halını zaten vlog gedişində hamısını görəcəksiniz. Gedək başlayaq həyətdən görək nə inirlər. Burada gedəcək, burası hündürdür də. Burada üstündən 5 sm. Orada yarısına şimdi belə. Başa düşdüm mən. Məsələn, yer var ki, daşlı edir. Bunları vuracaqlar, bu daşları vuracaqlar deyib buradan belə. Amma uzunluğuna da hündürünə. Amma hündüründə bir o qədər. Bu qadın yapıyor, bu qadın. Bu yapıyor, bu. Mən gedirəm son zəng dərsi keçməyə. Onlar bölüşlərini görürlər. Çox həyəcanlıyam axırına görə. Görəsən necə olacaq. Çox maraqlı gəlir mənə. Deməli, evə təzə gəlmişəm. Daşdan demək olar ki, həyətin 30% ucu hazırdır. Gəlin sizə də çəkin, baxın. Baxın, buralardır. Bir dənə oranı düzəcəklər. Buraları uca düzüblər. Buradır, buraları düzüblər. Bunları eyni boy eləyəcəklər də. İndi hələ tam hazır deyil. Buraları falan uca düzüblər. Bunlar belə. Bura mənə maraqlı qaldı ki, buranı indi belə vurublar. Hə, belə olacaq. Hə, okey, aydındır. Çatdı mənə. Hə, çox maraqlı gəlir mənə, görəsən necə olacaq. Bura opşumda belə həyətin əvvəlki halıdır. 05 ilə çəkim görün. Bulanıq düşür, ev. Bura həyətin əvvəlki halıdır. Buraları falan da eləyiblərmiş. Mən buranı indi görürəm. Burada bir şey var idi belə üstə taxt, onu da çıxardıblar. Buraları da söküb eləyiblər. Amma bir günə görə qəşəng iş görüblər. Uca işin ikinci günündəyik. Çox az. Buraları falan da eləyiblər. Gəlin göstərim, baxın. Buraları zaten dünən axşam göstərmişdim. Buraları eləyiblər. Buraları. Belə püsü bunun arası elə bir. Bundan daha az da. Belə. Uca düzəldirlər, baxın. Düzləşdiriblər buraları. Buraların üstünü vurublar. Belə. Qalıb buralar. Maşallah, maşallah. Uje daşları qutarıblar. Görürsünüz buralar falan. Bildiği çox qəşəng olub da. Yəni hədsiz qəşəng olub. Bu da mama. Hələ prosta bu hazır deyə. Buralar falan hələ rənglənəcək. Hələ tam hazır deyil. Heç nə hazır deyil hələ ümumiyyətlə. Hələ bir 10% da hazır. Buralar da nə qəşəng eləyiblər. Sənin tam burasını elətdirin. Yox, belə qəşəngdir. Bundan keçdim. Hə, belə qəşəngdir. Hə, çox qəşəngdir. Çox səliqəlidir. Bir də sizə sabah işığında göstərim. Görün necə qəşəngdir. Şu az qalıb. Gün 3-dür. Evdə işlər bugünlük fasilədir. Daşın arxasında şey quruyur deyə. Nə deyirlər onu, o quruyur deyə. Mən də 28-dəyim. Uşaqlar, neçənci gün olduğu yadımdan çıxıb, bu arada gözləmliyin zadı. Neçənci gün olduğu yadımdan çıxıb, amma həyat çox qəşəng görünür. Görün, səliqəli görünür. Hələ bu yuxarılar falan rənglənəcək, buralardır, buralardır, ondan sonra buralardır. Hamısının rəngləri yenilənəcək, opşu. Yəni, çox qəşəng bir görüntü ortaya çıxacaq və mən səbirsizlənirəm. Saxla, altından saxla, Uca bura qalıb, bir də bura qalıb. Bir də həyətin boyanması qalıb, ifsiyo. Mən öz hər istəkanlarımı özüm eləyəcəm. Özümün o işdən başım çıxdığına görə. Qaranlıqdır, mən görmürsünüz, səsimi eşidirsiniz. Özümün o işdən başım çıxdığına görə. Saxla sonra çək də, nə məcburdur?
Özümün işdən başım tutulur. Qapqaranlıqdır. Yaş gözünü aydınlığa çıxım. Hə, şərait yaradıldı. Yoxdur da belə bir şey yəni. Hə, özüm yəni o işdən başım çıxdığına görə heç bir yerə əlavə ödəniş Başı çıxır eləmək ha. istəmirəm. Başı çıxır, qoyuruq servantın üstünə. Heç bir yerə əlavə ödəniş eləmək istəmirəm. Ona görə özüm hazırlayacağam. Dostlar, mənim arxamca bir nəfər düşür, bir xanımdır da. Mən onu tanımıram. Bayaqdan da gəlir, əlində də tutub bir disk pambıqları, başıma çırpa-çırpa gəlir bayaqdan. Mən də tanımıram kimdir, nədir. Dostlar, biz gedirik Sədərəyə. Həri stəkanlarını almağa. Mama, Sevinç, bir yerdə gedirik. Mama xonçaları götürüb gələcək evə. Biz də orada sevəcəm bir yerdə gəzəcəyik. Sədərəyin gözəl təravətli yerləridir. Alacağıq stəkan. Həri stəkanlarını düzəltmək üçün bir də lent alacağıq inşallah. İşte gedirik ora. Anam sizə elçi gəlir, anam sizə elçi gəlir, elçi gəlir, elçi gəlir, anam sizə elçi gəlir. Kontaları götürdük. Balaca deyil. Balaca uşaqlar. Kontaları götürdük. Qoyduq maşına. İndi gəlmişik gəzməyə ki, Sədərəyi alaq. Utanır, mənim anksiyetem yoxdur deyə, bunun var deyə bu utanır. 12 dənə stəkan yerləşir buna. Şeylər buradan olsa, məncə yerləşməz. Nəlbəçilər bura yerləşdirəsiz. Yox, yerləşəcək naratın balacadır da 10 saatdır. Bu ortadır. Orta boydur. Normaldır, böyüdür bu. Ən böyük budur. Böyükdür. 12 dənəli idi o. Onda olsun da. Neçədir Yox, o? gedəcək narat olmayın xanım. 22 manatdır bu. Götürək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Xanım gedəcək narat və siz burası belə edirsiniz. Yəni həqiqətinə deyirsiniz. Bu stəkanı, padnosu aldı. Ay, stəkanı yox. Bəzəkləri, padnosu aldı. Qaldı bir dənə stəkanlar, bir də qaşıqlar. Onları da alandan sonra ifsiyo. Qutarır. Adi elə düz dedi, gedin o tərəfə. Gəl bir yana dönək. Hə, dedi ki şeydir, nə idi onun adı? Sizə də deyim, məndən sonra birdən almaq istəsəz, özünüz hazırlamaq istəsəz, tək bəzəklər 12 dənə, ondan sonra lent, bir də padnos tutdu ümumi 50 manat. Yəni elə nəzərinizdə tutun. Buradan çəkim Sevinç. Tutdu 50 manat. İndi gedirik stəkanlara baxma. Bir dənə yerə girdik, ora 18 manat dedi. Gedək başqa yerə baxaq. Biz də bitdik, sevincliymiş, aldıqlarımız da bitdi. Stəkan da aldıq. Ümumi nə qədər çıxdı? 100 də, 100. Ümumi 100 manat çıxdı. Yəni həriyə hazırlaşmaq istəyənlər. Mən niyə bu videoda varam bilmirəm də yəni. Həriyə hazırlaşmaq istəyənlər, öz həri stəkanlarını düzəlt. Həriyə hazırlaşmaq istəyənlər özdə. Həridə öz stəkanlarını düzəltmək istəyənlər bilsinlər ki, yəni Sədərəyə gəlib alsaz, biz prosta hələ ən belə deyim də qəşənglərini seçmişik də. 100 manat çıxdı bizdə. Mən indi evə gedim, çəkəcəm bunları, paylaşacağım sizdən, görəcəksiniz ki, biz nə almışıq, necə almışıq. Baş sponsor Bir yerdə seçmişik özdə. Baş sponsor Sevincə təşəkkürlər. Gəlməsəydi qaşıqlar yadımdan çıxırdı. Neçə qaşıqdır səncə problem? Sən boyda indirim elətdirdim orada. Hə, mənə indirim elətdir. Bir dənə mağazaya, mən olsaydım 18 manatlık alacaqdım. Deməli girir mağazaya belə eləyir. Şu mən istədiyim bu. O da görür ki, alır da. Özündən qiymət deyir, artırır. Bu da belə elə. Hə, olsun. Deyirəm, alsın. Hə. Getdik başqa yerdə 18 manata satdıqları şeyi 15 manata tapdıq. Hə, deməli dostlar, Deyəm anam. belə bir şey olacaq. Belə. Baxın dostlar, belədir. Bu da paynosdur. Paynosun içində də belə olur. Bunun da üstündə əlavə 6 dənə şey, nərbəksi. Burada da bəzəklər falan. Oxşum belə. Yaxşı, gələn, bir dənə bir Arkadaşlar, çok
qəşəngdir. Dəli olacağım. Çox qəşəngdir. Buraya deyəsən bitib, hə? Deyəsən ucu bitib boya. Ya da üstündən bir dəfə gedəcəklər. Çox qəşəngdir. Dəli olacağım. Burada düzəldir. Nəsə belə bir şey olsa, amma bilmirəm də nə edəcək. Hələ dimir. Alıb yığıb. Arkadaşlar, hər stollarım gəldi. Prosta ki, bizdə 2 gün əvvəldən gəlib. Ayın normalda 6-sı olmalıdır. Prosta bizdə gəlib ayın 4-ündən. Çünki həri süfrəsi özü quraşdıra bilmirdi həmin günü və yaxud da 5-i, 6-sı. Ona görə də gəldilər ayın 4-ündən quraşdırdılar özləri. Bizdə qab-qacaqlar. Onları da inşallah yığacağıq biz özümüz sabah axşam. Belə, arxa dekorum da gəlib, onu da sizə göstərim. Arxa dekorum da budur. Burada üzüyü taxılacaq. Dekor belə. Mən ümumi olaraq çox bəyəndim. Hədsiz çox bəyəndim. Yəni bu qiymətə bu keyfiyyət ümumiyyətcə yoxdur da. Deməli 30 nəfərlik dekoru 220 manata gətirmişik. Amma yəni möhtəşəmdir də. Yəni adi bu şeylər belə, bunlar belə, ondan sonra qabların dizaynı, nə bilim, dekorun özü idealdır da, yəni möhtəşəmdir. Səhifəni bura tağ eləyəcəm. Həmin səhifədən gedərsiniz qəşəng. Hərlərinizi gözəlləşdirərsiniz. Həm qiyməti münasibdir, həm də çox da yəni. Dekorun yeri xoşuma gəlmədi, dəyişdik bura. Burada stoldur, burada da dekor. Burada daha qəşəngdir, hə dostlar. Mama da yuxarıdadır, mama bağlayır arxadan. Qoy bağlasın. Nə qəşəng də yaraşır əlinə. Ehtiyatda ol. Fikirəsən ağaca. Yay. Məndə yaxşı vaxt ola, bugün axşam vaxt ola, çiçək taxıb yaxana, əllərim xoşbaxt ola, qurbanım gözü qaşına, deyiləm öz başına, mən çox danışıram ki, gəlim sənin xoşuna. Buradan sizin qapıya tək elçilərim düzülər, toyaq kimi sən küsməsən toydan sonra düzələr. Buradan sizin qapıya tək elçilərim düzülər, toyaq kimi